Bu balaca sovet maşını var, böyük traktorların çörəyini əlindən alırdı. T-16 kəndin gizli qəhrəmanı, bir maşında 40 fərasət cəmlənən texnika idi. Sayını süzüb mürəbbəni çəkib videoya bir bəyan atdınsa başlayaq. Təsəvvür elə 1960-cı illər, SSR vaxtı. Kəndlərdə səhər tezdən ham işə çıxıb. Böyük traktorlar var, kombaynlar var. Amma bir maşın var ki, ham onun başına yığışırdı. Adı da sizə çox tanışdır, T-16. Amma bu biz bildiyimiz adi traktor deyil, bu kəndlinin universal əskəri idi. Bəs necə yarandı bu əfsanə deyə soruşsan, il 1961. Sovet mühəndisləri başa düşdü ki, kənd təsərrüfatında hər işi üçün ayrı texnika yaratma. Ona görə qərar verdilər ki, gəlin elə bir maşın düzəldək ki, hər işi görsün. Beləliklə T-16 yaranır. İlk modellər əsasən Xarkov traktor zavodunda istehsal olunurdu. Sonradan yeni dizaynlı versiyalarda çıxır. Amma əsas fərq nə idi? Bu biz bildiyimiz klassik traktorlar kimi deyildi. Qardaş, biz bildiyimiz sadə dədə-baba normal traktorlarda mühərrik qabaqda olur da, düzdür? T-16-da isə hər şey tərsinə idi. Mühərrik arxada, qabaqda isə boş platforma. İndi bunu kəndlilərin deyimi ilə desək, başayaq traktor idi. Bu dizaynın üstünlüyü nə idi? İstədiyin avadanlığı qabağa tax və salam işə başla. Bir maşın düşün ki, əlində 40 dənə fərasət var. Bu T-16 var, ona nə qoşmurdular ki? Ot biçən, çiləyici, dərmanlar üçün, yükləyici, qaldırıcı kran, kartof çıxaran, hətta bəzi yerlərdə kiçik qazma qurusu da taxırdılar. Ümumilikdə 40-dan çox avadanlıq qoşmaq olurdu. Yəni kənddə bir dənə T-16 varsa, elə bir mini zavodun var kimi bir şey idi. Kəndlilər deyirdilər ki, T-16 sürən ustalıq da öyrənir bir müddət sonra. Çünki bu maşın elə idi ki, biraz işlədəndən sonra biraz da təmir olunmaq istəyirdi. Sizi sıxmadan biraz da texniki tərəflərinə göz gəzdirək. Deməli T-16 əsasən sadə və praktiki idi. 2 silindrli dizel mühərrik, təxminən 16 at gücü. Adının T-16 olmağı məncə buradan irəli gəlir. Mexaniki sürətlər qutusu, arxa ötürücü sistemi, yüngül çəki və yüksək manevr qabiliyyəti var idi. Amma belə götürəndə kənddə traktorla kim yarışa çıxır ki? Bəs niyə hamı bunu sevirdi desən, birincisi çox qənaətli idi. Az yanacaq yeyirdi. Bu böyük üstünlük idi. İkincisi çox sadə idi. Elektronika yox idi. Bəziləri kimi kaprizi də yox idi. Sırf mexanika idi. Üçüncüsü isə təmiri rahat idi. Usta tapmasan belə özün düzəldə bilərdin. O vaxt YouTube yox idi belə şeyləri baxıb düzəltməyə. Amma qonşuda hər şeydən başı çıxan hər kəsin bir Əhməd dayısı var idi. Təsəvvür elə 1960-cı illər kənddə yaşayırsan və bir dənə də T-16 var. Hamı növbə ilə gəlir. Qardaş, bir mənim sahəmi dərmanla, o biri gəlir mənim otumu biz. Biri də gəlir ki, yük var onu daşı. Sonda nə oldu? T-16 sahibinə çox pul qazandırırdı. Bəzi kəndlilər deyirdilər ki, T-16 olmasa kənddə xaos olar. Sonrakı inkişaf dövrünə gəlsək, sonralar bu modelin daha güclü versiyaları da çıxdı. Məsələn, T-16M biraz daha güclü və modern idi. Daha yaxşı kabinası vardı. Rahat idarə etmə sistemi ilə yenilənmişdi. Amma qardaşım, düzünü desək, köhnə modellərin ruhu başqa idi. Bəs niyə bu günlərdə bu çox danışılır deyə sual versən? Çünki bu maşın sadəcə texnika deyildi. Bu bir dövrün simvolu idi. Böyük traktorlar bəzən ilişib qalırdı, amma T-16 deyildi. Çəkilin kənara, mən özüm həll edəcəm bu problemləri. Sizcə indiki müasir texnikalar T-16 kimi hər işə yarayan ola bilir, yoxsa o dövrün maşınları daha yaxşı idi? Sizin yadınızda qalan ən maraqlı uşaqlıq və ya gənclik xatirənizi şərhdə bizimlə bölüşün. Bəs növbəti video hansı maşına aid gəlsin? Şərhlərdə yazın. Qardaşlar, sonda sizdən kiçik bir xahişim olacaq. Videolarım qarşınıza çıxanda bir saniyənizi ayırıb bəyəni fikrinizi yazın. Bu sizin üçün balaca bir addım ola bilər. Amma mənim üçün düzün desək böyük bir dəstək və motivasiyadır. Sizin dəstəyinizlə daha maraqlı, daha keyfiyyətli videolar hazırlamaq istəyirəm. Elə isə bəyənin, fikrinizi yazın və abunə olmağı unutmayın ki, növbəti videoları qaçırmayasınız.